Salam əziz dostlar, şəxsi əşyalar verilişi efirdədir. Bəli, mənim Göyçayda silsilə görüşlərim davam edir və bu gün çox gözəl, çox pozitiv bir qonağım var. Və o qonaq ki, hansı ki mənim bütün verilişlərimi izləyir və həmişə də gözəl fikirlər söyləyir. Qonağım Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının baş müəllimi, tərcüməçi pedaqoq Firəngiz Nəsirovadır. Firəngiz xanım, xoş gördük. Xoş gördük. Firəngiz xanımla bizim, bax həmişə mən Göyçaya gələndə bilirəm ki, Firəngiz xanım hansı aylar burada olur, xüsusən yay ayları. Biz gəlirik bura dostlarımızla, saatlarla, o vaxtlar necə gedir biz bilmirik. Necə söhbətlər, necə orada nələr və bu günlər biz həmən söhbətlərin əksəriyyətinə toxunacağıq Firəngiz xanım. Necə də işləyirsiniz Firəngiz xanım? Lap yaxşı, şükür Allaha. Dərs deyirik, tələbələrlə ünsiyyətdə oluruq. Həyat davam eləyir, yaşamaq gözəldir. Hər şey yaxşıdır, şükür Allaha. Onu ingilis dilində desək, yaşamaq gözəl. Life is beautiful. Life is beautiful. Necə gözəl əşyalar var. Masamız üzəri doludur, əşyalara toxunacağıq. Firəngiz xanım, birinci sualım var. Bəli. Bu sualı ənənəvi olaraq bütün qonaqlara vermişəm, yəqin ki, görmüsünüz. İlk şəxsi əşyanız nə olub? Onu xatırlayırsınızmı? Lap uşaqlıq dövründən deyirsiniz. Təbii ki. İlk şəxsi əşyam, mən həmişə istəyirdim ki, mənim gəlinciyim olsun. Amma ki, atam müharibəyə getdi, 2-ci Dünya müharibəsinə. Və qaydanda mən çox körpə idim, yəni 5 yaşım var idi. Dedi ki, mən istəyirəm ki, sənə nəsə bir hədiyyə eləyim. Mən də hamının gəlinciyi var idi, mənimki yox idi. Dedim ki, ata, mənə gəlincik. O dövrdə nə gəlincik? Heç kəs də yox idi. Dedi ki, yaxşı, baxarıq. Səhər-səhər durdum, gördüm ki, mənim qəribə bir gəlincik var çarpayımın yanında. Dedim, bu görəsən nədir? Belə taxtadan yonulmuş, gecə də anam ona bir paltar tikib. Vay vay. O çox gözəl, mən onu bağrıma bastım, o qədər mənə xoş gəldi. Yəni o düzəldilmişdi. Düzəldilmiş, atam gecə vaxtı yonub onu, Ay, ay. bir gəlincik kimi. Sonradan o kiçik bacım da Nərgiz körpə idi, o nə bilərdi. Amma sonradan o da biraz oynatdı. Sonra bilmədim o hara oldu. Bilirsiniz, qarışıqlıq idi, o vaxtı müharibə vaxtıdır. Heç bilmədim, onu itirdim, amma xeyli belə axtarırdım. Həm də siz bildiniz ki, bu mağazadan deyək ki, dükandan alınmayıb. O taxta idi. Sadəcə belə, anam da paltar tikmişdi ona. Belə o çox mənim yadımda qalır. Mən heç o barədə danışmıram, çünki Bunu heç vaxt danışmamısınız? Danışmamışam, valla. Bir gün siz mənə dediniz. Mən deyim sizə, Amerikaya gedəndə essay yazmalıydıq, TOEFL verircəydik. Mənə o sual düşdü ki, ilk sizin aldığınız hədiyyə nədir və sizdə nə feelinglərdə, yəni təəssüratlar. Bax, mən onu onda yazmışdım. Və Amerika səfirliyinin o essay yoxlayan müəllimi oxuyub ağlayıbmış. Deyib ki, təcili çağırın bu adamı görək, bu kimdir? Film mövzusu deyil mi? Hə, çağırdılar məni səfirliyə. Çünki orada dedilər ki, kim 500 bal alsa TOEFL-dan, o gedir Amerikaya. Çağırdılar, dedilər ki, gördülər ki, mən Xəzər Universitetinin müəllimiyəm. Sonra çox məmnun qaldılar. Elə o essay, ümumiyyətlə də belə 500 bal aldım, sonra Amerikaya göndərdilər məni. Ora getdim, Los Angeles Universitetində. Biraz işləmişəm, təcrübə yığdım. 500 bal ona görə aldınız? Yox, ona görə yox, ümumiyyətlə ora daxil, o essay ora daxil idi. Dedilər ki, 450-500 bal alanlar gedə bilərlər. Firəngiz xanım, Bax belə. Valideynlərinizdən biraz danışaq. Necə bir ailədə böyümüsünüz? Bizim çox gözəl bir ailəmiz var idi, özü böyük ailəmiz var idi. Mənim atam Göyçaydan düz 1918-ci ildə Bakıya köçüb. 18-ci ildə, 1918-ci ildə. Sonra o gəlib bu Zeynalabdin Tağıyevin neft mədənlərində işləyib. Sonra da müharibəyə gedib, müharibədən sonra dəyirmanı olub, atamın dəyirman işlədib.
Bakıda. Bakıda da işlədib, sonra qayıdıb Göyçaya, Göyçayda dəyirmanı olub. Dəyirmanda işləyib. 5 qardaşım var idi. Onlardan indi 3-ü rəhmətə gedib, 2 qardaşım var. Ruhları şad olsun. Sağ olun, sizinkilər də. Bir bacım var. Hamı oxuyan, mütaliəli, təhsilli. Bilirsiniz necədir? Oxuyan da olub, amma sənətkar da olub. Məsələn, mənim böyük qardaşım çox gözəl çapçı idi. Çap, nəşriyyat sahəsində çox savadlı bir. Amma onun yəni, bəli. Sonra bir qardaşım neftçi idi, neft daşlarında işləyirdi. Sənətkar olublar. Politexniki qutaran qardaşım da olub, Politexnik institutuna. Bacım ingilis dili müəllimidir, o da mənim kimi belə bacarıqlı, çox savadlı bir öz sahəsində, öz məktəbdə ən gözəl belə qabaqçı müəllimlərdən biri olub. Bacınız oğlu da, həmən bacınızın oğlu da Salih. Hə, Salih, bacım Nərgizin oğlu Salih Bağırov. İndi İctimai Televiziyada, kanalda işləyir. Özü çox savadlı, özü həmişə özü, heç kəs ki ona kömək eləməyib. Amma belə o incəsənət duyumu, bizim ümumiyyətlə ailəmiz özü incəsənət duyumlu. Hamı oxuyurdu, gözəl səsləri var idi. Qardaşlarım piano çalırdı, klarnet çalırdılar, gitara çalırdılar. Bizim məclislərimiz çox şən idi. Hamı bizim ətrafımızda idi. İndi də o davam edir. İndi də davam edir. Bəli, siz özünüz görürsünüz. Bəli, mən canlı şahidəm. Bəs ananız haqqında danışmaq. Anam çox bəy qızı idi, çox belə kübar, belə gözəl bir xatın bir qadın idi. Çox məvahətli, evdar qadın olub. Uşaqlarına baxıb. Amma sonra o Eyvaz bəyin qızı, Eyvaz bəyi ilxısı var idi, nə bilim, danışıqlarda mən onu görməmişəm, 37-ci ildən danışırlar. Sonradan o müsadirə eləyiblər onun varını, ondan sonra onun ürəyi dözməyib, vəfat eləyib. Sonra da belə ailə olub. Uşaqlarla bağlı ən sevincli və ən kədərli xatirə var, yadda qalan. Elə mən əgər bayaq danışdığımız ən kədərli xatirələrdən biridir bəlkə də. Bəli, bax belə. O, belə deyək, gəlincik məsələsi. Bəs ən sevincli? Sevincli odur ki, mən ingilis dilini çox sevirdim və 10-cu sinifi qutarandan sonra mən belə heç özüm də bilmədim, mən instituta qəbul olundum. Bəli. Xarici dillərə. O vaxtı biz getdik, deməli, Xarici Dillər İnstitutunda biz orada çıxış elədik, tələbə, şagird məktəbdən. Mən 199 nömrəli məktəbi qutarmışam. Getdik çıxış eləməyə, orada mən görkəmli, o bizim dövrün belə görkəmli bir müəllimi İsmixan Rəhimovu gördüm ilk dəfə. O dövrdə çox populyar müəllim. Bəli. O məni gördü və mənim çıxışımı bəyəndi. Şeir deyirdim ingilis dilində. Dedi ki, sən bizə mütləq gəlməlisən. Biz sənin yolunu gözləyirik. Elə də mən getdim də. Ondan sonra da İsmixan müəllim mənim həyatımda çox böyük rol oynayıb. Elə universitetdə qalmağıma da səbəbkar o olub. Orada neçə il çalışdınız? 20 ilə yaxın. 20 ilə yaxın çalışdım. Bəs necə oldu ki, 20 il bax belə bir universitetdə işlədiniz və birdən dəyişdiniz Xəzər Universiteti ilə? Bilirsiniz, Hamlet müəllimi mən tələbəlik dövründən tanıyırdım. Üstəlik də o məni dəvət eləyəndə ki, gəl bizdə işlə, mən istəyirəm bir belə universitet yaradım. Xarici dillərə getmək üçün mən 3 nəqliyyat dəyişdirirdim. Gördüm ki, belə, sonra gəldim, dedim ki, bəs proqram nə? Dedi ki, proqramı da özün yazacaqsan. Elə sevindim ki, çünki biz oturub Moskvadan gözləyirdik həmişə proqramı. 90-cı ildə Azərbaycan artıq müstəqilliyə qədəm qoyurdu və artıq Moskvadan heç nə gözləmək yox idi. Və mənə deyəndə ki, proqramı da özün yazacaqsan, dedim, ay nə yaxşı. Çünki biz o kitablarda Petrov, nə bilim, Andrey deməkdən yorulmuşduq. İsmixan müəllim deyirdi ki, dəyişdirin adları, Michael deyin, nə bilim, nə deyin, özümüz deyirdi.
Hə, sonra elə oldu ki, elə proqramı da yazdım. Həm orada müəllim oldum, həm də ki, Hamlet müəllimə də kömək eləyirdik, universiteti yaradırdıq. Onu universitetin yaranmağında sizin də bir əməyiniz, qatqınız var. Biz bir balaca bir heyət var idi. Roza 10 xanım nəfərdən. Mənim çox yaxın rəfiqəniz. yaxın rəfiqəm Roza xanım Arazova, tarixçi idi. Kafedra müdiri oldu. O çox savadlı. Ruhu şad olsun. Yəni biz Allah ötən il rəhmət sonunda eləsin. Onun itkisi mənim həyatımda çox böyük dərd oldu. Mən çox. Çünki mən bir dənə onu qeyd edim ki, bax bu evdə Roza xanım həmişə sizlə indi gəlməsi gəlirdi, qalırdı burada. Burada çox rahat olurdu ona, hiss olurdu. Çox. Və onunla bizim diskussiyalarımız yadıma gəlir. Danışırdıq o muzeylərdən, Ermitajdan, nə bilim, haralardan danışırdıq. Bura gəldi, sonra getdik burada tarix, diyarşünaslıq muzeyinə. Hər yerə gedirdik, kitabxanaya, burada ümumiyyətlə Göyçayı o çox sevdi. Və onun deyirdi ki, mən çox istəyirəm. Bir də gördüm ki, deyirdi ki, gəl gedək Göyçaya. Özü təklif edirdi. Deyirdim, gəl gedək, belə. Hə, bax Roza xanım, sonra Bəylər müəllim var idi, Hacıyev, Əfqan Abdullayev, İsaxan İsaxanlı, Şahin İsayev. Bilirsiniz, bir komanda idi, hərə bir iş görürdü. Və ona görə də universitet qalxdı. Kollektiv olanlar. Kollektiv çox möhkəm kollektiv idi. Nana Kələntərova var idi, o Ranonun müdiri idi, amma o da bizim universitetin yaranmasında çox kömək elədi. Və belə çox gözəl də bir kollektiv idi. Və bilirəm ki, siz bu universitetin yaranmasında, yəni burada çoxlu işlər görülür, müxtəlif yönümlü işlər görmüsünüz. Nə qədər səfərlər, tədbirlər olub. Hətta yəni bilməyəndən sonra qeyd edək ki, bu Aşım Malamanın əsərini ingilis dilində tamaşa qurmusunuz orada. Bəli, bəli. Onu bizim dostumuz Mürsəl yükləmişdi, YouTube-dan mən baxdım. Həqiqətən çox belə bir şey heç kim eləmir. Onu ingiliscə o dövrdə 90 yox 2000-lərdə belə 2000-ci ilin yaxın əvvəllərində o bir gözəl bir an idi bizim üçün. Hamımız bir Yeganə xanım Axundova, indi o akademiyanın prorektorudur. O idi bizim rəhbərimiz, bir də Elman müəllim. Gözəl bir tamaşa qoyduq. İngilis dilində mən korrektirovka edirdim, oxuyurdum. Hətta mahnıların oxunması axı çətindir. O səslərin, cingiltili səslərin, samitlərin uyğunlaşması. Getmişdik bu Cavanşir Quliyevin bəstəkarımızın səs yazma studiyasına. Mən deyirdim, ay Cavanşir müəllim, mən vallah bunu necə oxuyum, Azərbaycan dilində mən oxumağı xoşlayıram. Amma ki, bu ingilis dilində biraz çətindir. Elə dedi ki, lap yaxşı oxuyursunuz. Yazdı, gördüm, əməlli başlı, Cahan xala əməlli başlı oxuyur. Yaxşı, tələbələrimiz çıxış elədi. Mənə ruh verirdi ki, mən müəllim olaraq, indi dekan olaraq, mən bunlarla orada dekanlar, müəllimlər, tələbələr bir vəhdət. Hamımız çıxış elədik. Fəxsan, elə gəlin əşyalara biraz qayıdaq və burada bizim müxtəlif kitablar, jurnallar və tərtib edilmiş medallar var. İstəyərdim, bax bu maraqlı deməli gəldi mənə. Özü bunun diplomu da var. Bunun diplomu var. Bu ən yaxşı vətənpərvər tədqiqatçı alim. Bax bu. Bunu Avropa Nəşr Mətbu evi təqdim edib. Belə mənim nəfis belə şəkildə. Bu da onun diplomudur. Bu da onun diplomudur. Həm ingilis, həm Azərbaycan dilində yazılmış. Bax belə bir şey var. Çox sevindim.
Belə heç özüm də ümumiyyətlə elə şeylər var ki, adam onda sevinir ki, adam heç gözləmir. Bəli. Bir də görürsən ki, səninlə maraqlanıb bunu təşkil edirlər, sonra sənə təqdim edirlər. Diqqət çox vacibdir. Çox vacibdir. Hə. Bəli. Sonra bax bu medal ən yaxşı təhsil işçisi kimi Misir Mərdanov keçmiş nazirimiz. Təhsil naziri. Çox onda əcəb günlər yaşayırdıq. Hə, bax belə, bu da bunun vəsiqəsi. Hə, burada yazılıb da, hə, qabaqcıl təhsil işçisi kimi belə özü şəxsən təqdim eləmişdi bizim o mərmər zalda. Bəli. Belə çox şərəfli. Mən də belə Yəni Fərəz xanım bunu öz zəhməti, əməyi hesabına alıb. Adamlar var müxtəlif formada bunu alırlar, amma bu zəhmət belə, var, burada bilik var, bilgi var və burada kitablar var. Fərəz xanım Xəzər Universitetində fəaliyyət dönəmində müxtəlif kitabların çapında həm orada tərcümə işlərində kömək olub. Məsəl üçün bu deməli ən çətin kitablardan biri olub demişdiniz. Bəli. Bu Azərbaycan dilidir. Özü bilirsiniz kim üçün? İngilis dilli xaricilər üçün Azərbaycan dili. Çünki mən İngiltərə səfirliyində Diplomatic Service Allowance Examination'da Bakıya gələn səfirlərdən imtahan götürürdüm Azərbaycan dilindən. Və Azərbaycan dilini öyrənmək üçün bu kitab bir yeganə kitabdır. Respublikada və bütün səfirlərin stolüstü kitabıdır bu. Çox maraqlıdır. Hə. Bu neçənci ildə hazırlandı? Hamlet müəllim də onun təşəbbüskarı idi, özü də çox böyük bizə kömək elədi. Burada qeyd olunub. Hamlet müəllim, Elza xanım, orada İsmailova, bir də mən. Üçümüz belə bir nəfis kitabı. Böyük zəhmət və əməl hesabına. Çox. İndi o hamının stolüstü kitabı olub belə. Biz bax bu kitabı bilirəm ki, böyük bir əmək hesabına, böyük bir zəhmət hesabına əmələ gəlib. Poetik tərcümələr. Bəli, çox nəfis kitabdır, çox. Burada o qədər bizim həm müəllimlərim, həm kənarda olan belə Xəzərdə işləməyən, amma yaradıcı insanların tərcümələri var bu kitabda. Hətta bildiyim qədərilə Zəlimxan Yaqubun şeirini tərcümə eləmişsiniz və çox qəliz, çətin bir şeiridir. Onu siz qəlbə salmısınız. Hə, o bilirsiniz, doğrudan da, orada Hamlet müəllimin yubileyində dedi ki, Fərəngiz xanım bir də onun şeirini, poemasını tərcümə eləyin. Bu Çin qızı, Çin gözəli. Çin qızı, Çin gözəli. Mən də elə tərcümə elədim, amma ki, bilirsiniz, orada mən elə bunu demişəm, amma bilirsiniz, yenə də təkrar eləyim, əgər efir üçün, deyir ki, Çin qızını çox vəsət Çinə gedib və ondan sonra gəlib Çin qızı, Çin gözəli poemasını yazıb. Mən də deyirəm ki, dedi ki, bunu tərcümə elə. Mən də tərcüməçi elədi ki, oxuyuram əsəri, artıq gəlir, adekvat gəlir. Üçüncü kupletdə dayandım. Gördüm ki, mən bunu heç tapa bilmirəm. Orada bilirsiniz, yazıb ki, səni ana doğmayıb, səni ata əkməyib. Göydən düşən mələksən, sən Çin qızı, Çin gözəli. Gəlib bunu Çinlilərə başa salın. İndi gəlib bunu İngilis dilindən necə tərcümə eləsən? Əgər birbaşa tərcümə eləsə, çox biədəb çıxar da, belə çıxır. Nəysə, getdim Hamlet müəllimin yanına. Hamlet müəllim dedi ki, nə oldu tərcümə, gün sabah yubileydə. Deyirəm, Hamlet müəllim, valla o da çox gözəl bilir dili. Deyirəm, bir yerdə biraz kömək eləyin də. İlişib qalmışam. İlişib, Dedi ki, nədir o? Deyirəm ki, bax, necə deyirsiniz, səni ana doğmayıb, səni ata əkməyib, göydən düşən. Deyir, doğrudan elə yazır. Deyirəm, bax, buyurun. Baxdı, ay mənim işim deyir. Özüm bilərsən, tap gedən özüm. Biraz belə o yan bir yan, amma tapdım, amma sonra gözəl oldu. Yaxşı gəldi, nəsə belə. Hətta bir görürsəm, Zəlimxan Yaqub da bildi ki, o şeiri bəli, ana doğması, atanın əkməsi orada olmaz. Mən başqa cür. If I could feel the charm of your eyes, you are my elf from the blue skies. What is your substance? Or what are you made? Who created your amazing shape?
Artıq bax bilirsiniz bu yaxşı. Sonra O da bu ingiliscə çevrildi, biraz cümlələri dəyişdirdiniz. hə, dedi ki, yəni orada belə çıxır ki, səni kim formalaşıb, dünyaya gətirib, bax belə. Nə? Sonra Zəlimxan Yaqub gəldi, oturduq üçümüz də. Hamlet mənim deyir ki, Zəlimxan, xəbərim var. Axı biz həmişə tərcümə eləyəndən sonra veririk yoxlamağa. Deyir ki, yoxlayanlar deyir ki, tərcümə orijinaldan qüvvətlidir. Sözün düzü bu mənə xoş gəldi, belə. Zəlimxan müəllim, çox gözəl. Firəngiz xanım, mən alqışlayıram sizi, çox gözəl. Ruhu şad olsun. Sonra Hamlet müəllim Çinə getmişdi. Orada o özü ilə nə yaxşı ki, bu həmən o şeir burada da öz əksini tapır. Mənə danışdı ki, bəs mən getdim bu kitabdan, dedilər ki, Çin haqqında nə poeziya zat varmı? O bu kitabı göstərib və ondan özü mənə dedi ki, bu kitabdan mən misal gətirmişəm, orada çıxış eləmişəm. Firəngiz xanım, bu kitab sizin neçənci kitabınızdır? Yaşamağa nə var ki? Bu bilirsiniz belə birlikdə olan kitab bu artıq 5-cidir. Bu Hamlet müəllimin ideyası idi ki, dedi ki, elə kitab olsun ki, tələbə sumkasına qoysun, belə gəzdirsin, oxusun. Orada təkcə bilirsiniz, orada çox şairlərin Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, bəli, Nəriman Həsənzadə, Cəfər Cabbarlı, onların əsərləri, Hüseyn Arif, Baba Vəziroğlu, bəli. Bunlardan tərcümə elədi. Elə Hamlet İsaxanlının özü. Bəli, Hamlet müəllimin çox şeirlərini mən xoşladığım, ən çox xoşladığım şeirləri belə məmnuniyyətlə tərcümə eləyirdim. Yaxşı da alınmışdı bu. Tərifliyim də, yəni şeirləri tərifləyirəm. Yox, ümumiyyətlə mən onun bəzi şeirlərinə rast gəlmişəm, bəyənmişəm. Çox gözəl duyğusal bir şeirləri də var. Mən özüm gəldim, mən ona dedim ki, bilmədim kitabın adını nə qoyum. Gəldim dedim ki, Hamlet müəllim, istəyirəm ki, onun bir şeiri var, yaşamağa nə var ki? Dedim, istəyirəm kitabın adını belə qoyum. Yaşamağa nə var ki? Sizin şeirin bir misrasını. Gözəl fikir, bax gözəl fikir. Görürsünüz, bax belə. Dedi, sonra da özü də ön söz yazdı, çox belə qəribə ön söz yazdı. Mənə də xoş gəldi. Özü də dedi ki, mən yazdığım ön sözü qoy çap el. Təhsildə sizin ən sadiq silahdaşınız demək olar, həm də siz də onun ən yaxın silahdaşı hesab olmuşsunuz. Çünki bir yola çıxmışsınız və bir qayə uğrunda. Bəli, biz gözəl bir ideyanı həyata keçirdik, universiteti yaratdıq. Hərdən mən auditoriyalara gedirəm, belə keçirəm. Biz o universitetin hər şeyi idik. Komendantı, nə bilim, təmizliyə baxanı. Görürəm ki, hərdən auditoriyada işıq yanır, deyirəm, boş-boşuna yanır, tələbə yoxdur, tez girib onu söndürürəm. Can yandırırdınız. Hə, çox doğmadır, çox. Hər bir yeni şey mənə ləzzət edirdi. İndi baxın, hərdən girirəm laboratoriyalara, o cavan kafedra müdürlərimiz var, savaddır. Deyirlər ki, bir Firəngiz müəllimə, bir gəlin baxın bura. Gəlirəm, o qədər sevinirəm ki, çünki Hamlet müəllim özü arzulayırdı ki, bizim gözəl laboratoriyamız var. Bu yaxınlarda kimya laboratoriyasına girmişəm, çox sevinmişəm ki, nə gözəl bizim böyük bir laboratoriyamız var. Bəli. Bax, belə bir həyat yaşadıq, indiyə qədər gəlmişik. İndi mən Hamlet müəllimin təklifi ilə məni göndərdi Nottingham'a, Nottingham Trent University. Və oradan getdim Stratford-on-Avon, Shakespeare'in anadan olan yerinə, vətəninə. O sualımız da var ha bizdə. Biz Amerikada Washington Universitetində Qlobal Bacılıq İnstitutunda. O da bir çox gözəl bir proyekt idi. Odur deyəsən. Bəli. Bax, bu kitab həmən o Qlobal Bacılıq İnstitutunda çıxdı. Həyata gəldi. Bizim, bəli, Washington Universitetində Qlobal Bacılıq İnstitutu var idi. Və mənə dedilər ki, əgər sən bizim bu kitabı tərcümə eləsən, onda deyir, Azərbaycanın adı da düşəcək o kitaba və Xəzər Universitetinin adı olacaq. Ona qədər yox idi, başqa ölkələrdən, nə bilim, o qədər dilə
tərcümə olunmuş, Çin dili, nəlim, bütün hüquqlarımızın tələbi. Mən başladım bunu tərcümə elədim. Elə tərcümə elədim, çap elədilər, Azərbaycan adı getdi, Azərbaycan Qadınlar Cəmiyyəti və Xəzər Universitetinin Qadınlar Birliyi var idi. Rəhmətli Nailə xanım onun direktoru idi. Çox gözəl. Hamlet müəllimin həyat yoldaşı. Çox gözəl seminarlarımız keçdi. Ora gəlirdi Elmira Süleymanova, sonra görkəmli bütün səfirliklərin qadın işçiləri. Qadın problemləri üzrə gözəl bir çay dəstgahında biz burada olan bu kitaba əsasən onlar şərt qoymuşdular. Bu kitaba əsasən 15 seminar keçirdi. Bunun o aləti var idi. Hə, bu bilirsiniz nədir? Mən gəldim. Amerikada. Hə, mən heç xəbərim də olmadı. Bir də gördüm ki, həmin Qlobal Bacılıq İnstitutundan bu posteri göndərdilər. Deməli, dünyanın 254 ölkəsindən olan qadınlar. Yeganə Azərbaycanın siz sağ. Bir dənə mənim şəklim, mən özümü görəndə inanın ki, belə o qədər duyğulandım. Deyirəm, ay Allah. Burada gördüm. Hə, budur. Hə, Hamlet müəllim dedi ki, bu posteri elə belə qoyma belə. Onu formaya salsınlar və qoy sənin otağında olsun. Bir balaca mənim sinif otağım var. İndi oradadır. Bu iki dənə göndərmişdilər. Biri məndə qaldı, birini də oraya asmışam. Böyük diqqət əslində bunlar. Yəni çox mən valla orada yeganə Azərbaycanın Fərəngiz xanım olması. Hə, özüm də tələbələr hərdən gəlir deyir ki, baxırlar, is it you? Bizdə deyirəm, bəli. Yes, it's me. Hə. Fərəngiz xanım, mən istəyirəm deməli bax bu şəkil ki var, ailə şəkli. Övladlarınızdır, düzdürmü? Bəli. Mən onları çox yaxşı tanıyıram. Pərviz bəy, Pərviz çox gözəl doktordur. Hamı tanıyır. Uroloqdur, bəli, öz sahəsi üzrə. Kamran, deməli, Fərəngiz xanım balaca oğlu. Kiçik oğlundur. Kiçik oğludur, amma burada yaşamır. Yox, Çexiyadan gəldi. Hə, köçüb. Gəldi, Bakıda yaşayır. Özü də ki, Baker Hughes xarici təşkilatda gömrük üzrə logistik menecerdir. Və Dilarə də Kanadada yaşayır, ailəsi ilə, övladları, 2 oğlu var. Hərdən yayda gəlirlər. Yayda gəlirlər hərdən. Özü də çalışır orada, dərs deyir, məşğuliyyəti var da. Özləri yaşayırlar, müasir dövr üçün sakit ömür sürürlər, öz ailələri. Və mehribandırlar. Bəli. Fərəngiz xanım, Şekspir şünaslıq belə bir deyək termin deyək də. Siz bu sahə üzrə məşğul olmusunuz uzun illər. Şekspir şünas Fərəngiz xanım. Mən istəyirəm Şekspirlə tanışlığınız, onun məzarını ziyarət eləmişdiniz, İngiltərəyə gedib. Biraz ona toxunaq və bu mövzudan sonra da bir dənə onun olum və ya ölüm olduğunu deyərsiniz. Amma dediniz İngiltərəyə getdiniz, onun məzarı çox sadə idi. Çox sadə. Orada Stratford-on-Avon'da bir Trinity Church var, kilsə. Mən ora girdim, baxıram, deyirəm, ay Allah, dünyanın dahisi gör nə qədər belə gözəl, belə sakit bir sadə bir məzarı var. Evinə getdik, o da sadə. O qədər qoruyub saxlayıblar ki, gözümdən yaş töküldü. Dedim, ay Allah, bizim mütəfəkkirlərin heç belə saxlanmaz. Amma ki, bunu necə saxlayıb? Elə bilirsən ki, onun atası, Şekspirin atası əlcək düzəldən idi. Elə bilirsən ki, bu saat necə var elə qalıb dəzgah. Elə bilirsən ki, bu saat atası girəcək, işini davam etdirəcək. Bax, belə bilirsiniz, o çarpaylar, evi, hər şeyi qoruyub saxlayıblar. Avon çayının üzərində olan Stratford, kiçicik bir şəhərdir. Amma çox gözəldir, çox belə mənzərə. Elə yaxşı olardı ki, gedib görəsiniz belə. İmkan olanda hamı deyir ki, nə bilim, harasa gedir. Amma elə yerlərə getmək çox gözəl bir şeydir. Oradan çoxlu mən gətirdim ədəbiyyat və hələ də indi mən tələbələrə göstərirəm ki, bax, bu kitabları oradan gətirmişəm. O diyardan, onun anadan olduğu yerdən. Və keçirik belə, bilirsiniz, əvvəl tələbələr o qədər yazılırlar bu mənim dərsimə. Bir də görürəm ki, 40 tələbə olur. 40 tələbə ilə işləmək çox çətindir.
onların esseyləri var, onların Bəli. qulaq asma, onların prezentasiyaları var. Hər tələbə Şekspirin bir əsərini prezentasiya edir. Amma görürəm ki, yaxşı olur. Ürəklə Bəli, canlandırırlar. ürəklə. Bu yaxınlarda elə mənim bir İndoneziyadan olan tələbəm gəlib mənə bir balaca belə not verib mənə. Bir dənə də qızıl gül. Mən deyirəm ki, nə zəhmət çəksin, çünki mənim evim, görmüsünüz də, mənim həyatım doludur qızıl güllə. Amma yenə də xoş oldu və yazıb, orada yazıb. Deyir ki, mən Şekspiri tanımırdım, siz mənə tanıtdırdınız və mən istəyirəm ki, gələcəkdə mən bu sahədə elmi iş götürüm, müdafiə edeyim. Gör, necə diqqətli. Mənə çox xoş Siz gəldi. onu sevdirmişsiniz Şekspiri. Və ümumiyyətlə, bilirsiniz onlar nədir? Filmə də baxırlar. Sonra məsələn Romeo Julietta'nın keçəndə biz mahnı oxuyuruq. Oradakı o sevgi mahnısı var. What is youth? Gənclik nədir? Təlatümlü bir dövrdür, nə bilim, sevgili bir dövrdür. Bunu onlar başlayırlar oxumağa. Bu yaxınlarda bizim hər il bizim Şekspir günü olur. Və bizim bu yaxınlarda Şekspir günümüz oldu. Siz görəydiniz tələbələr xorla necə bu mahnını oxudular. Eyni gün olur, hər il eyni gün. Eyni gün biraz da Evet. fərqi. Bilirsiniz nədir? Şekspir bilməm indi o necə qəribəlikdir nədir? Apreldə olub, anadan olub, apreldə də vəfat edib. Ona görə də biz aprelə salırıq bu. İndi ola bilər 23-ü, 25-i, 28-i, bax belə. Şəxsən 90-cı illərdə bir qəzetdə oxumuşdum. Hələ də onu saxlayıram, 90-cı illərin axırları. Şekspir, sən demə heç Şekspir deyilmiş. Güya hansı bir müəllif onun adından yazılmış. Bu belə bir şayiə eşitmisiniz siz? Valla çox deyirlər, çox yazırlar, amma ingilislər heç buna fikir vermir. Şekspir Şekspirdir, dahi Şekspir. Məncə bunlar şayiələr. Hə, mən heç o barədə danışmıram, çünki tələbələr sonra xoflanar. Bilirsiniz də, tələbələr haybətdir. Bir haybəsdir var. Bəli, ona görə. Amma məmnuniyyətlə tələbələr onun 154 sonetindən hansını bəyənirlərsə onu, bu həmən bizim o Şekspir günündə elə dedilər ki, bizdə Fulbright'la Nancy gəlmişdi Floridadan. Dedi, bu nə möcüzədir. Mən deyir, tələbələrə öldür bunu, məcbur eləyə bilməzdim. Bunlar necə deyirlər bu? Özə verilişi də mən verdim ki, Nancy aparsın. Dedim ki, Nancy. Bir dənə də Michael var, Michael gəlib. O da qoşuldu bu. Dedi ki, mən deyir, heç vaxt deyir, bu Şekspirlə bu qədər məşğul olmamışam. Çox savadlı adamdılar ki, Fulbright'la gəliblər. İndi onlar bir, demişəm ki, məqalə yazsınlar Xəzər xəbərə, qoy orada işıqlandırsınlar. Fəxsən, onun olum ya ölüm. O, bilirsiniz, o çox böyük bir monoloqdur. Biz onu keçirik və sonra filmə də baxırıq. Onu çox gözəl oynayır Mel Gibson. Mel Gibson çox gözəl oynayır Hamlet rolunu və o monoloqu da deyir, çünki onun tələffüzü də çox yaxşıdır. Tələbələr onu başa düşür. Biz əvvəlcə analiz edirik tam. Yəni Hamlet nə istəyirdi bu monoloqda? Hamı deyir ki, olum ya ölüm. Sonra dayanırlar, to be or not to be. Hə, sonrası nədir? Nə istəyirdi o? Bax, onu deyə bilmirəm. Amma mənim tələbələrim hamısı bilir ki, bax, sonrası nədir? Gedib, onlar başqa tələbələrə deyirlər, deyir ki, bunlar bunu onlara başa salırlar, tələbələrə, dostlarına. Bir tələbə danışır ki, mən dedim ki, bilirsən, to be or not. Hə, bilirəm, to be or not to be. Sonra deyir, deyir ki, sonra nə? Deyir, ay, deyir, orada iş var ya orada. Orada nələr var? İki sevgilim vardı mənə. Sevinç və kədər. O Şekspirin 144-cü sonetidir. Mən onu keçəndə əvvəlcə tələbələrə deyirəm ki, onun çox gözəl Sabir Mustafa tərcümə eləyib. Mənim müəllimim olub, tərcümə müəllimim. O yazır ki, iki sevgilim vardır mənim. Mənim tələbələrim, o saat deyirlər, hə. Yəni da bu belə qızbazdır, nədir də belə. Hələ mövzunu... Hələ bilmir. Deyirəm, wait a moment. İki sevgilim vardır mənim. Sevinç və kədər.
Onlar da güdürlər məni hər axşam səhər. Yəni bir dəfə sən sevinəndə, bir dəfə də kədərli olursan. Necə görmək? Heç bilmirəm, bilmirsən nədir. O ümumiyyətlə belə Shakespeare-də belə təzadlar çoxdur. Two loves I have. Grief and happiness. Da belə şey. Two loves belə şey. And they do follow me. Bu məqamda da onun və ölümü də Ondan biraz deyə bilərəm. Mən əvvəllər deyirdim ki, nə bunu kişilər deyir. Sonradan oxudum. Çox görkəmli bir aktrisa olub. Sara Bernard. Sara Bernard, bəli. Bilirsiniz də məşhur. Hamlet müəllim hərdən mənim dərsimə gəlir. Deyir ki, uşaqlar bilirlərmi ki, Hamleti Sara Bernard oynayıb? Uşaqlar olsa, bəli biz bilirik. Çünki mən onu deyirəm onlara. Çox qadın oynayıb, özü çox gözəl oynayıb. Kişilərdən də gözəl oynayıb da. Ondan sonra mən də elə həvəsləndim. Mən deyirdim ki, mən deyə bilərəm biraz sizə. Buyurun. To be or not to be. That is the question. Whether it's noble in the mind to suffer the slings and arrows of outrageous fortune, or to take arms against the sea of troubles and by opposing end them. To die, to sleep no more, and by sleep to say we end the heartaches and thousand shocks that flesh is heir to. 'Tis a consummation devoutly to be wished. To die, to sleep, perchance to dream, aye, there's the rub, for in that sleep of death what dreams may come. When we have shuffled off this mortal coil, must give us pause. There is the respect that makes calamity of so long life. For who would bear the whips and scorns of time, the oppressor's wrong, the proud man's contumely, the pangs of despised love, the law's delay, the insolence of office, and the spurs that patient merit of the unworthy takes? When he himself might his quietus make with a bare bodkin, who would fathers bear to grunt and sweat under a weary life, but that the dread of something after death, the undiscovered country from whose bourne no traveller returns, puzzles the will, and makes us rather bear those ills we have than fly to others that we know not of. Thus conscience does make cowards of us all, and thus the native hue of resolution is sickled in the pale cast of thought, and enterprises every pitch and moment. With this regard their currents turn awry and lose the name of action. Necə gözəl tələffüz edirsiniz. Təbii ki, da indi biz pedaqoq dil müəllimiyik. Amma axı hər müəllimdə də belə. Yox, mən ümumiyyətlə poeziyanı çox sevirəm. Bizə Bəxtiyar Vahabzadən bir şeirini burada demişdiniz. Hə. Ana haqqında. Ana haqqında. Balaca bir şeirdir. Ay, mənə ləzzət eləyir o çox. Deyir ki, heç adını da yaza bilmir mənim anam. Ancaq o mənə ay öyrədib, il öyrədib, ən əsası dil öyrədib. Bəli. Mən bu dil ilə yazmışam, yaratmışam. Min kitablarımın müəllifi mənim anam. Gözəl. Longfellow'un Yağış Gün şeirini tərcümə etmisiniz. Hə, Yağışlı Gün. Yağışlı Gün. O şeir mənim çox sevdiyim şeirdir. Çünki Longfellow ümumiyyətlə çox qəribə metaforalı şairdir. O, bax, bilirsiniz şeirin adı nədir? Yağışlı Gün. Deyərsən ki, bu adi şeydir. Belə. Bəli. Adi bir gündür. Amma görürsünüz, əvvəlcə deyir ki, gün soyuq, hava tutqun, pərdə çəkib toranlıq, yağış yağır durmadan, insanın qəlbi sıxıntı içində. Bunu deyir, yağışlı günü təsvir eləyir. Amma sonra deyir ki, bənzətməyə baxın, mənim də taleyimin buna çox bənzəri var. Bəxtimi külək döyər, gözümdən yaşlar axar. Gəncliyimi gəzərəm, üzər məni qüssə qəm, keçmişindən
xəbər almaq mənasızdır. Bilirəm, onu yellər aparıb əl çatmazdır o günlər. Belə bilirsiniz, adamda bədbinlik olur. Sonradan amma oxucunu o ruhlandırır. Qəmli ürək, aram ol, gileylənmə bu qədər. Qara günün dalınca günəşli günlər gələr. Bəh, gözəl. Qara günün dalınca günəşli günlər gələr. Elədir. Yağış yağır, sonra da günəş çıxır. Fəriz xanım, siz həmişə deyirəm, çox pozitiv insansınız. Amma baxmayaraq ki, bir dəfə söhbətlərdə dediniz ki, həyatımda 5 il çox əzab-əziyyətli keçib də, 80-85-ci ildə. O illər sanki mənim dünyada nə olub, xatırlamam o illəri. Heç xatırlamıram. Çünki mənim ən əzablı, mənim yoldaşım maşın qəzasına düşdü. Mən də müdafiə ərəfəsində idim. Qaldım belə. Getgəllərdə. Ağır iflic vurulmuş, sağ tərəf tam işləməyən. 2 kastirlə bir tər düzəltdik. İndi neyniyim? 3 uşaq, bir də iflic vurmuş həyat yoldaşım. Neyniyim mən? Ona görə də 5 il mən onu ancaq həyata gətirməklə məşğul oldum. Çox çətin. Çox çətin illərdir. Bir qadın kimi qazanc dalıca getmək ehtiyacım oldu. Onu göndərdim bu Yelizarovla söhbət elədim, məktublaşdım. Nayçika müalicəyə. Siz təsəvvür edin ki, mənim həyatım lap Hind kinolarındadır. İndi getmişik vağzala. Bunu oturtmuşam qatara. 3 uşaqla da dayanmışıq, baxırıq. Sonradan qayıdıram, ağlayıram, deyirəm ki, lap Hind kinolarındadır. Bircə yağış çatışmır. Təsirli. Bəli. O da belə. Qatar getdi, mən təzədən 3 uşaqla qayıtdım, gəldim evə. Dedim, ay Allah, mən neyniyəcəm indi? Bax, bu cür indi belə. Amma belə. Bu çətinliklər adamı yetişdirir. Bəli. Yox, şükür Allaha, şükür Allaha. İndi mən müqayisə eləyəndə deyirəm, İnsan gərək müqayisə eləməlidir. Bilirsiniz necədir? Bəzi adamlar xoş gününə şükür demirlər. Şükür eləmək lazımdır. Ən çox sevdiyiniz bəstəkar varmı? Var, əlbəttə. Üzeyir Hacıbəyov ən çox. Sonra Fikrət Əmirov. Çox xoşlayıram o karvanı mən. Sonra amma ki, mən Avstriyada olanda, Zalzburgda getmişdim Mozart'ın ev muzeyinə. Mozart'ı çox sevirəm. Ona qulaq asmaq, belə. Sonra... Ev muzeyi necə idi? Ay, bilirsiniz, mən Allahdansa siz də orada arzu edirəm olasınız. Girdim, o qədər mənə belə... Enerji. Adi bir evdir. Orada çarpayı, burada bunun klavisini, belə... Heç deyirəm, dünyanın bu cür belə karifeyi görün. Belə sadə bir ev. Belə sadə bir evdə. Mozart'ı çox sevirəm, belə. Ən çox sevdiyiniz film? Bu Azərbaycan filmi də ola bilər, ümumiyyətlə dünya Azərbaycan filmində bilirsiniz, biraz belə o baxır müəyyən zamanlarda. Məsəl üçün, bir vaxtlar biz çox sevirdik Ögey Ana filmini. Vay, ağlayırdıq belə şey. Sonra müəyyən dövrdə gəlir, məsəl üçün elə filmlər gəlir, çıxır ki, fərz eləyək, nə deyim? 7 oğul istərəm. 7 oğul istərəm. Uşaqlığın son gecəsi. Uşaqlığın son gecəsi. Çox xoşuma gəlir. Dəlikür. Necə orada o hadisələr çox xoşum gəlir belə. Amma son vaxtlarda yaxşı filmlər çəkilir. Bax, biz o baxdıq, Mikrorayon filmi var idi. Ən çox sevdiyiniz aktyor? Bilirsiniz, bizim aktyorlardan mən Fuad Poladovu çox sevirdim. Fuad Poladov, biz getmişdik onun axırıncı dəfə, mən çünki tələbələrimi aparırdım axı ki, bu əsərlərə, Şekspirin əsər. Biz axırıncı Fuad Poladovun Hamletinə baxdıq. Sonra mən heç kəsi görmürəm ki, mən tapa bilmirəm, mən tələbələrimi apara bilmirəm heç yəni. İndi Hamleti deyirlər, qoyublar, səhnələşdiriblər. Amma belə, hə. Bəs bu aktyor əcnəbi aktyor olsun? Əcnəbi aktyorlardan o qədər, onları heç bir saymaq mümkün deyil. Mel Gibson bayaq. Mel Gibson'ı bax, görürsünüz ki, necədir. Sonra Kevin Costner'i çox xoşlayıram. Onun bir kinosu var idi, 7 Oscar almışdı.
canavarlarla rəqs. Bəli. Tanits Valkami. Çox mən ona Los Ancelesdə 20-ci əsr studiyasında baxdım ingilis dilində. Vuruldum. Maraqlıdır. Tom Hanks da var orada. Tom Hanks, Clint Eastwood'u çox xoşlayıram. Çox yaxşı. Həm aktyor, həm rejissor. Ən çox sevdiyiniz şair və yazıcı? Cabir Novruzu çox sevirdim. Çox onun yaradıcılığına. Həmişə də biz bilirsiniz niyə? Bizimlə bir qız oxuyurdu, Zəhra adında qız. Onun bacısının həyat yoldaşı idi. O bizim məktəbə 199-a gəlirdi. Lap cavan vaxtında. Elə alovlu. Sonra çox sevdim, mən xoşlayırdım Məmməd Arazı. Bizim İsmixan müəllim dəvət elədi Məmməd Arazı universitetimizə, Dillər Universitetinə. Gəldi, oturmuşduq, biz onu gözləyirdik. Gəldi, çıxdı səhnəyə, belə baxdı Məmməd Araz. Bilirsiniz necə belə qəribə bir şey yarandı. Belə, qalx ayağa Azərbaycan. Özümüzdən asılı olmayır, hamımız qalxdıq. Belə bilirsiniz. Sonra bizdə xahiş elədilər Məmməd Arazın Dünya sənin, dünya mənim, dünya heç kimin. O əsərində şeirini mən tərcümə elədim onu. Tərcümədə var bu. Sonra Camal müəllim Mustafayev, görkəmli filosof Camal baba deyirdilər. Dedi ki, gedək, qızım, nə yaxşı tərcümə elədin. Çıxdı bu Xəzər xəbərdə, Viyuda. Dedi ki, gedək. Dedim, Camal müəllim, mən onun yanına gedə bilmərəm, ona dəyə bilmərəm. Çünki ölüm ayağında idi. Mən onu ki, o səhnədə qalx ayağa Azərbaycan, yaddaşınızda elə qalsın. Mən istəmirəm, mən ümumiyyətlə istəmirəm ki, o cür belə vətənpərvər insanlara mən belə baxım. Sonra Hüseyn Arifi çox xoşlayıram. Onu da şeirini tərcümə elədim. Musa Yaqub da çox sevirsiniz. Musa Yaqub bizlə görüşə gəlmişdi Xəzərə. Bir kəlmə ilə desək, dostluq nədir sizin üçün? Dostluq bilirsiniz nədir? Dostluq fədakarlıq deməkdir. Sən dostluğa, gərək dosta fədakar olasan. İkinci bir, sən düşünməyəsən ki, o eləsin. Qarşılıq gözləməyəsən ki. Qarşılıq, mən onu deyirəm. O Roza xanımla bizdə elə idi. Mən heç onu gözləmirdim, o nəsə. O, Hamlet müəllim arada deyirdi ki, sən bu ilə necə yola gedirsən? Deyirəm, yola verirəm da. Amma mən heç gözləmirdim. O biraz sərt idi, amma ki, düz idi. Düz idi. Əsas bilirsiniz, bəli. Siz də bu keyfiyyəti görmüşsünüz orada? Bəli, mən görmüşəm ona görə. Dostluqda gərək düşünməyəsən ki, elə indi dostluq yoxdur. Mən baxıram, mən heç xoşuma gəlmir o dostluq. Vətən nədir? Vətən çox şeydir. Vətən həyatdır. Mən hara gedirəmsə, mənə deyirlər ki, niyə qalmadın Amerikada? Niyə İngiltərədə qalmadın? Niyə Avstriyada qalmadın? Deyirəm, mən Bakısız yaşaya bilmərəm. Mən Bakıda anadan olmuşam, orada oxumuşam, orada həyat qurmuşam, orada yaşamışam. Hələ oradan Göyçaylıya gəlib Göyçayı firavan eləmişəm. Mən ümumiyyətlə, mən vətənimdən kənarda yaşaya bilmərəm. Uşaqlarım da özümə oxşayıb, oğlanlarım. Qızım da heç yaşaya bilmir. Vətən elə bir şeydir ki, onu heç demək olmur. Ona gərək sən canını, bax görürsünüz nə qədər insanlar canını qurban verib, heç uf demədən. Bu, mənim öz Azərbaycanlılarım mənim üçün çox yaxşıdır. Cəmaət hərdən deyir ki, ay bizimkilər belə. Şimdi hər yerdə, elə bilirlər ki, belə. Amerikada mənə deyirdilər, filan küçəyə getmə. Mən də axı Azərbaycanlıyam, marağım var. Deyirəm, bunlar niyə deyir? Bir dəfə getdim, döndüm. Gördüm ki, bəni bu saat öldürəcəklər. Amerika, o Negriçanski gettolar var axı. Tez qaçdım o küçədən belə. Amma niyə? Vətən gözəl şeydir. Mən gəlirəm, məsəl üçün, Bakıdan Göyçaya qədər üstür istəyirəm. Şofer deyir ki, məsəl üçün də, indi Göyçaya gələn şofer. Deyir ki, mən heç bunları görməmişdim, indi sizdir. Deyirəm, ora bax, buluda bax, dağın başında oturub. Ay, o güllərə bax,
O da belə baxır deyir ki, heç mən bunları görməmişdim, sevmə bunları. Deyirəm, ay Allah bu gözəlliyə bax. Deyir oradan, dayan deyir. Yazıq hər gün gedir, gəlir. Fərqində dördə yəni. İnanın ki, mən deyirəm, bir dəqiqə deyən sağla, ora baxaq, dəriyə baxaq, aşağı görə necədir? Deyirəm, ay nə gözəldir. Axı bilmir onu. Bəzən bax Fərəniz xanım incə bir detalı xatırlatdı ki, səmaya bax, günəşə bax. Axırıncı dəfə səmaya nə zaman baxmısınız məsələn? Arada mən yazıram. Axırıncı dəfə nə vaxt baxmısınız insanlar? Bir də bir ay öncə. Elə şey yadıma gəlmir. Bax belə bir vəziyyətdir. Azadlıq nədir? O azadlıq, insan azad olmasa ən bədbəxt adamdır. Azad fikrin, azad ürəyin, azad yaşayışın. Mən hərdən öz doğma övladlarıma deyirəm ki, məni azad buraxın. Heç kəs gəlməsin. Mən istəyirəm azad olum. Mən istəyirəm özüm olum. Nə istəyirəm eləməyə. Bax, nə istəyirəm onu edim. Hara istəyirəm ora gedim. Hərəkətlərim sərbəst olsun. O da çox səsküyü sevmirsiniz ha? Belə çox axı bilirsiniz, mən axı səsküylü yerdə işləyirəm. Mən inanın ki, otaqdan çıxanda indi istəyirəm kafedraya gedəm. Mən tələbə çoxdur axı. Bir də deyirəm ki, please, Yara gedir. Mən axı çox yerdə... Ona görə çox uşaqların içindən arada insan gəlir, beyni sakitləşir. Azadlıq çox gözəl şeydir. Azad olmayan insan həm fikrində, həm qəlbində, həm danışığında o bədbəxt insandır. Çünki mən hərdən belə, bir də görürsünüz ki, bədahətən də deyirəm, yumor və s. Heç özüm də bilmirəm niyə. Amma çünki mən azadam. Mən istəyirəm bunu deməyə. Həmişə azad olun. Çox sağ olun, çox sağ olun. Xoşbəxtlik nədir bəs? Xoşbəxtlik çox böyük anlayışdır. Həmişə olmur da xoşbəxtlik. Əgər qismən xoşbəxt olmaq üçün nə etmək lazımdır məsələn? Bilirsiniz necədir? Gərək əlində nə varsa, onu qiymətləndirəsən. Ətrafında nə varsa. Bir də görürsən ki, hər bir kəsin ailəsi var, övladı var, evi var, amma naşükürdür. Şükranlıq olmayan yerdə xoşbəxtlik də olmayacaq. Siz gərək şükür eləyəsiniz. Bax, indiki cavan gəlinlərimi, qızlarımı, lap mənim öz tələbələrim həmişə narazıdırlar. Nədən narazıdırlar, heç özləri də bilmirlər. Onlar xoşbəxtliyin, əgər mənim üçün xoşbəxtlik bilirsiniz nədir? Mən konkret deyim sizə. Gecə yatım, səhər durum, işə gedim. Ən böyük xoşbəxtlik odur. Sonra da qayıdım gəlim. Bunu Yuri Nikulin deyir, amma o da Nazım Hikmətin sözüdür. Deyir ki, xoşbəxt o kəsdir ki, səhər işə getməyi arzulayır, axşam da evə gəlməyi. Tam düzdür. Çox doğru. Həyatı planlı şəkildə yaşamaq lazımdır, yoxsa öz axarına buraxmaq lazımdır? Əsla plan zat lazım deyil. Bilirsiniz, planlı yaşasan, sən robot olarsan və sənin tutduğun o plan heç həyata da keçmir. Siz axarına buraxmısınız həmişə? Mən buraxmışam, demişəm ki, Allahın dərgahıdır, Allah bilən məsləhətdir. Mən bilirsiniz necə, düzdür. Biz demişik ki, hamı arzulayır. Məsələn, siz də, mən də hamı bunu belə eləyək, onu belə eləyək. Axı olmur o. Biz arzulamaqla deyil. Arzudur, bəli. Özü reallaşmalıdır. Özü reallaşmalıdır. Bir də görürsən, sən deyirsən ki, sabah sən bu işi eləyəcəksən, elə bir hadisə baş verir ki, sən onu heç... Ona görə də axarına buraxmaq. Bəli, bax, bilirsiniz necədir? İstəyirsən toya gedəsən də, hə? Getdim toya, gördün, mən bir hadisənin şahidi olmuşum. Getdim toya, qəşəng, yedik, içdik, danışdıq, güldük, oynadıq. Qayıdıb gəlmişəm, bir də 2 saatdan sonra dedilər ki, bəyi elektrik vurub, bəyi ölüb. Ay, dəhşət. Hanı bu planlaşdırma? Bəydən xahiş eləyiblər ki, o palatkada, nədir o, lampoçkanı vursun, lampanı vursun, götürsün. Tok vurub, bax, gördünüz? Ona görə də bilmək olmur həyatda. Bilmək olmur, bilirsiniz. Mən ona görə də, mən nə planlaşdırılmışsa əmələ gəlmir. Qadınlarda qiymətləndirdiyiniz keyfiyyətlər
ən çox qadın sədaqətli olmalıdır. Kişilərdə qiymətləndirdiyiniz keyfiyyətlər? Kişilərdə də kişi dəyanəti olmalıdır. Bəli. Bilirsiniz, nə? Hə, indiki zamanda çoxsu arvadından qorxur. Görə o nə deyəcək? Görə o bəyənəcəkmi? Amma sənin sözün gərək mütləq olsun. Kişi kimi deyəsən ki, belə olmalıdır. Bəli. Yadıma düşdü. Fərqəş xanım, 12 Stul filmində Roland Bukov o arvadı Ay, çok güzel. Əvvəl keşiş idi. Sonra biləndə ki, orada pullar var. Saqqal zadı götürüb kəsir qaysın və orada arvadı deyir ki, sən məni atıb gedirsən. Sən məni atıb deyir ki, yox, atmıram. Bu yazıb Qızılhaydadır. Arvad deyir, yox, sən məni atıb ağlayır. Bu da belli. Нет! Ну, может быть! Может быть, дело! Господи! Бросает! Да не бросай! Бросает! Отцу Федору, человеку в обращении с ближними кроткому, пришлось даже постучать кулаком по столу. Вот так. Господи! Нет, вот так. Так. Или даже нет. Вот как. Yəni dəstən gətirir, amma yavaşca vurur. O dəhşətli bir şey. Çox. Yəni ki, həm əsəbləşmək istəyir, həm də yavaş vurur. Yəni ki, belə bir Bəli. o yadıma düşdü Roland Bukovun epizodu. Yox da indi belə birlikdə vəhdət halında olan ailə əlbəttə gözəldir. Mənim anlayışım bəlkə kiməsə xoş gəlməz. Ailələr, ailələr, talelər çox müxtəlifdir. Zaman bizi ailə ilə sınağa çəkir. Bəli. O vaxt veriliş var idi, ailələr, talelər. Məşhur satirik vardı Mikhail Jvanetski. Bəli. O deyirdi ki, əgər sizə dostlarınız və qohumlarınız zəng eləmirsə, deməli onlarda hər şey yaxşıdır. Tam doğrudur. Bəli. Deməli zəng vurursa işi düşür. Mütləq. Özü belə qəribə işlərdən deyirlər ki, hansı ki heç mən onu düzəldə bilmərəm. Vallahi elə şeylər. Şəhər bizim uşağı falan yerə düzəltdi. Yaxud da ki, verməsin. Bir də görsən ki, deyir ki, bizim uşaq sizdə oxuyur. Tapşırın onu. Görün, 3 bal verə bilər. Onu mümkün deyil. Deyirəm, mümkün deyil. Uşağı çağırıram, deyirəm ki, sən atan bunu deyir, mümkündür, deyir. Mümkün. Özü deyir ki, yox. Özü də bilir ki, deyirəm, mümkün. gördünüz. Mən nə bilim deyirəm, biz axı görmürük o uşağın işini. Sonra da deyir ki, falan kəs həll eləmir. Franks xanım, Alisa Freundlich, mənim çox sevdiyim aktrisa, onun belə bir fikri var. Hörmət, dostluq və ehtiras bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri olmayanda sevgi də olmur. Bu üç şey kifayətdirmi sevgiyə? Hörmət, dostluq və ehtiras. Yoxsa başqa bir elementlər də daxil olmalıdır? Hörmət, dostluq, ehtiras. Hörmət yaxşı olsun. Ehtiras sönür tez. Müəyyən dövrdə ehtiras artıq axı. O da deyir ki, bunların üçü olsa üçü olsa olmur axı. Yox. Üçü bir arada olmur. Olmur. Mümkün deyil. O verirsiniz. Amma mən deyim, biz axı Romeo Julieta keçirik, məsəl üçün. Onda mən deyirəm ki, orada sual verir Shakespeare. Love is blind. Sevgi kördür. Sevgi kördür. Hə. Sonra deyir ki, sonra deyir, what is love? Impetuous fire. Yəni alovlu bir alovdur. Gəlir, gedir. Deyir ki, gül də açır. The rose will bloom and then will fade. Sonra da solur. Belə bütün həyat da elədir. Bəli. Sən deyir, sevgi də elədir. O sonradan qalır hörmət. Ümumiyyətlə hər şeydə hörmətə çevrilir. Bəli, amma tərbiyə. Tərbiyə çox əhəmiyyətlidir. Əxlaq belə deyək. Əxlaq, tərbiyə. Franks xanım, indi bu belə bir bölümdür ki, fikir deyirəm, bir cümlə ilə onun sonluğunu tamamlamalısınız, o fikirləri. Cümlənin axırını tamamlamalısınız. Yaşamaq ona görə lazımdır ki, həyatın gözəlliyini dərk eləyəsən, yaşamaq lazımdır. Mən özünə qəsd eləyənlərə nifrət edirəm. Bilirsiniz nə? Yaşamaq lazımdır. Nə qədər əziyyət olsun. Çünki mən özüm əziyyətli günləri keçirmişəm. Az öncə dediniz, bəli.
Ona görə də yaşamaq lazımdır. Özünü öldürənlər zəifdirlər. Zəif olmamalıdır. Mədəniyyət və ədəbiyyat ona görə lazımdır ki, İnsanın bütün zəkası, bütün ürəyi, bütün hər şeyi o mənəviyyatla dolu olsun. Ədəbiyyat, incəsənət ancaq ona xidmət edir. Ancaq ona xidmət edir. Gözəl şeydir. ən çox sevdiyiniz və sevmədiyiniz söz. Sevdiyim söz odur ki, hamı məsələn desin ki, sən nə qəşəng görünürsən, nə yaxşısan. Qorxma, yaxşı olacaqsan, nə qəşəng geyinmisən. Biri bir dənə qəşəng geyinəndə, eləyəndə Demir. ya da demir ki, yaxşı görünürsən. Və yaxud da ki, birinə nəsə bir belə gəlib də bunun şansı olub, bu yaxşı Uğur əldə edib. uğur əldə edib. Demir ürəkdən. Ən çox sevdiyiniz söz insanların iltifatıda bir-birinə xoş söz deməsi. Mən deyirəm Nə ki, gözəlsən. uğurlar. Uğurlar. Mən görəndə, məsələn, statusda və s. mən deyirəm, Allah, mənim bir dənə özümün sözü var. Deviziniz mən, var. Devizim var. Mən həmişə yazıram. Dostlarıma, tanışlarıma deyirəm, Allah sağlam və uğurlu illər qismət eləsin. Bəli. Amma sağlam. Sağlam. Sağlam olmayan Çünki deyirəm, deyirəm. sağlam, uğurlu illər. Mənim üçün budur. Bu ən yaxşı söz. Bəs ən çox sevmədiyiniz söz. Bilirsiniz, insanın yaşı ilə, yaş mənim üçün, ümumiyyətlə, çox belə Əhəmiyyətsizdir. Əhəmiyyətsizdir. O sadəcə rəqəmdir. Pasportda bir yaş var, amma insanın faciəsi ondadır ki, onun yaşı artır, ürəyi cavan qalır. Bəli. Bax, o onun faciəsidir. Elə o adamların. Elə adam da var ki, mən hərdən tələbələrimə oturub belə süst. Deyirəm, nə olur? Cavan adamdır. Heç nə. Deyirəm ki, bir dənə söz sənə deyim. Sən xəbərin var ki, sən sabah pensiya çıxacaqsan, təqaüdə çıxacaqsan. Deyir, niyə? Deyirəm, sən pensionerə oxşayırsan. Hamı xəstələnir, hamı belə. Amma ki, gərək inanmaq lazımdır da biraz. Gələcəyə inanmaq. Bəli. Bilirsən, düzdür, indi mənim gələcəyim nə olacaq ki, indi artıq biz yaşlaşmışıq. Amma yenə də, əgər gəzirsənsə, belə Nəyə də inanmaq lazımdır. inanmaq lazımdır da. Həyat gözəldir. Yaşamaq gözəldir. Həyat gözəldir. Həyatın müəyyən məqamlarında anladım ki, Özü qurban eləmək lazımdır. əla, insan kamilliyə yetişmək üçün Çox çalışmalıdır. Çox çalışmalıdır. Elə belə gəlmir kamil adam. əladır. Mən insanlıqdan bir şey tələb edərdim. Dürüst olun, düzgün olun. Yalancı olmayın, Əla. düz olun. Əgər sən ədalətli adamsansa, Baş verən hər bir hadisəni ədalətlə həll elə. ümid hələ ölməyib. Ona görə ki, Sən yaşamalısan. Sən başa düşürsən ki, sən yaşama. Əqlin var, dərrakən var ki, sən yaşamalısan. mən o adamlara həsəd aparıram ki, Onlar dayanmır. Onlar həmişə mübarizdirlər. Əla. Həmişə yaradıcıdırlar. bir daha dünyaya gəlmək şansım olsaydı bu dəfə Bu dəfə mən müəllim olmazdım. müəllim olmazdım. Bu çətin peşədir. Amma ki, yox, olardım. Hamlet müəllim mənə deyirdi ki, həmişə. Deyir ki, neyniyək ki, anadan gəlmə sənin kimi müəllim yoxdur. Mən anadan gəlmə müəlliməm. Mən uşaq vaxtından müəlliməm. Baxın. Doğuluşdan. İlk dəfə bunu etiraf etməyə çalışacağam. Nəyi? Mən sual verirəm. Onu etiraf eləməyə çalışacağam ki, müəyyən dövrlərdə mən düzgün yaşamadım. Başqa cür mən hərəkət etməli idim. Həyatda məni xoşbəxt edən yeganə şey Odur ki, mən yaşadım, yaratdım və müəyyən dərəcədə məni tanıdılar. Bir yaxşı müəllim kimi. Tələbələrim məni uzun müddət yadda saxlayacaqlar. bu sizi xoşbəxt edəcək. Məni övladlarım da yaşayırlar özləri üçün, şükür Allaha. Pislik etməkdən əl çəkməyən insanlara deyərdim ki, Deyərdim ki, özünüzü yığışdırın, öz işinizlə məşğul olun, başqalarının işinə müdaxilə eləməyin.
yaxşı adam olun, pislik eləməyin. Bəli, öz işinizlə məşğul olun. Həyat nədir? Yaşamaqdır da. Həyat yaşamaqdır. Bəs ömür nədir? Elə ömür özü, ömür də uzun bir Yol. yoldur. Onu gedəsən gərək. Bəs ölüm nədir? Bilirsiniz, mən ölümdən heç qorxmuram. Çünki onu görməmişəm, görəndə də bilməyəcəyəm. Başa düşürsünüz? Əvazatdır. Vallahi ölümdür da. Bu da biz anadan olduq, bilirik ki bir gün yoxuq. Nə? Gözəl cavab idi. Frank Sam, sonda gənc nəslə tövsiyə rubrikamız. Nə deyərdiniz? Gənc nəslə çoxdur. Mən elə hər gün gənc nəslə tövsiyə eləyirəm də, hər dərsimdə. Hər dərsimdə deyirəm. Deyirəm ki, siz gəncsiniz, siz bizim davamçımızsınız. Bax, gərək elə eləyəsiniz ki, bu həyat sizə yaxşı olsun. Yaşayın, yaradın, özünüzü xoşbəxt hesab eləyin. Əgər siz süst olsanız, heç də eləməsəniz, siz valideynə arxayın olsanız, siz batdınız. Özün özünə yol açqınan, anaya, ataya arxı, ana, ata səni yaradıb, ondan artıq səni nə eləyə bilər? Sən özün yaratmalısan. Çalış, yaradıcı ol. Yaradıcı olmaq lazımdır. Sonda ritualımız var. Yəni bizim deməli adətimizdir ki, biz hədiyyələşirik, hədiyyə veririk birbirimize. Mən sizə deməli kitablarımı təqdim edirəm. Ay, mən televizorda da gördüm. Bəli, mən düzdür bu kitablardan bir dəfə, amma siz yenə də təqdim edəcəm ki, sizə kimlərəsə hədiyyə eləyəsiniz. Bu mənim hədiyyələrimdir. Lap yaxşı. Və sizin də mən sizə məmnuniyyətlə bax bunları, bu çox gözəl şeydir. Oxuyarsınız. Burada bilirsiniz, təkcə bu Langston Hughes, sonra Rayleigh, Edgar Poe, Percy Bysshe Shelley. Bu Percy Bysshe Shelley'nin bir qəşəng şeiri var. Onu mən tərcümə elədim, sonra heç çap da elətdirmədim. Deyir ki, Azərbaycan variantını deyirəm, deyir ki, gecən xeyrə qalsın. Qız oğlana deyir, gecən xeyrə qalsın. Nə? Gecən xeyrə qalsın? Yox, yox, əzizim. Gecədə bir vüsal ayrılığı var. Qoy yenə baxsın gözünə gözüm, bax onda gecəmiz xeyirli olar. Gözəl. Siz baxın, görün necə, elə qəribə şairdir ki. Çox gözəl, çox gözəl. Şellin, Mən də bunu sizə bağışlayıram. Oxuyun, feyziyyab edin, orada çox. Bizim yazıçılarımızdan, şairlərimizdən tutmuş, bütün Anna Axmatova, hamısı burada. Bu çox gözəl bir külliyyatdır, poetik tərcümələr. Nə gözəl bu çıxanda biz şeir, Hamlet müəlliminin hamısı o təşəbbüsüdür. Bir roman var, indi mən onu da yeri gəl, onun təqdimatı, indi onun yəqin ki, yaxın zaman olacaq. Dəli Ceyran, belə bir romanı var, onu oxuyuram bu saat, qutarasıyam. İnşallah təqdimatında siz də gələrsiniz. Mən sizə deyəcəm, siz də gələrsiniz. Çox sağ olun, Fərqi sağ olun. Mənə görə çox gözəl söhbətlərimiz alındı. Sizə uzun ömür, sağlam ömür arzulayıram. Çox sağ olun, çox sağ olun. Mən də sizə müvəffəqiyyətlər arzu. Gənc jurnalistsiz, gənc yazarsız, çox yaxşı, savadlı bir gəncsiz. İrəli, çalışın. Allah sizə bir dənə də varlı sponsor getirsin. Çox sağ olun. Sağ olun. Sağ olun, sağ olun.